Salam hörmətli izləyicilərim. Bugün sizə söz vermişdim ki, bu toxuduğumun üstündə cib toxunmasını göstərəcəm. İndi sizə bu cibin toxunmasını istəyirəm, göstərim buradan. Bu rezinka hissəsi qalır bu tərəfdə, aşağıda da. Bu ortadakı ilməkləri, bu düz ilməkləri. Bunların 1, 2, 3, 4, 5 ilmək bu tərəfdən saxlayacağım. Bu kənar ilməkdə, ondan başqa 1, 2, 3, 4, 5, 6 burada. Kənar ilməklə bir yerdə 6. Bu ortada qalan ilməkləri cib toxuyacağım. İndi cibin toxunmasını mən özüm necə toxuyuramsa, o formada da göstərəcəm. Kənarı götürürəm, kənar ilməyi belə tərs götürürəm mən. Buradan 1, 2, 3, 4, 5 ilmək götürdüm. Kənarda saxlayıram 5 ilməyi. Buradan da indi 2 ilməyi götürəndən sonra bu üstündən keçirdirəm, amma kəsirəm. Bu 5 ilmək qalır kənarda. Bunlara dəymirik. Bunları kəsirik, bu ortadakı ilməkləri. Formada. Uşaq üçün toxusanız biraz balaca götürürsünüz. Böyük üçünsə biraz aranı, cib olan hissəni biraz böyük götürürsünüz. Çox. İlməkləri sayın biraz çox eləyirsiniz. Bu indi uşaq üçün olan razmerdədir. Ona görə mən bu formada götürmüşəm. Belə. Bu ilməkləri cib nə qədər lazımsa o qədər kəsirəm. Kiçik istəsəz az kəsin, böyük istəsəz çox. Bu formada hələ burada var. Çox balaca da olmasın. Uşaq üçün toxuyursan, heç olmasa bir dəsmal zad qoyan qədər olsun. Əl salmaq üçün deyil ki. Burada 1, 2, 3, 4, 5. Bu 6-cı. Birini də kəsirik. 5 ilmək qalır. 4. Bu da milin üstəki də 5. Bu qədər kəsdim. İndi bu ilməkləri, qalan ilməkləri düz toxuyuram. Bu hissəni də necə var, hələ də toxuyuruq. Hər iki üzdən tərsləri düz toxuyuruq, düzləri tərs. Bu hissəni axıra qədər bu formada toxuyuruq. Neçə düymə tikmək istəsəz, o qədər də uzadırıq toxunmasını, jaketin, ya jiletdir, jaketdir, nə istəsəz. İndi tərs üzdən, indi buradan kənardakı ilmə tərsdir. Bunu belə götürdüm. Bu düz ilməni tərs götürürəm. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada 11 ilmək eləmişdim. Bu düz ilməkləri də, bu 5 ilməni toxuyuram, düz. Tərs üzdən tərs toxuyuram. İndi burada neçə ilmək kəsmişdiksə, buradan o qədər də milin üstə yığırıq bura. Mən indi burada, bu arada 18 ilmək kəsmişəm. İndi bu milin üstünə mən 18 ilmək yığıram. Belə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,
10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek. Neçə ilmek kəsmişiksə, o qədər də milin üstə yığırıq. Əsas bu hissəsidir. Bu hissəni toxuyandan sonra ardı asandır toxumaq. İndi bu ilməklər 18 ilməni yığandan sonra burada bu ilməkləri burada tərs toxuyuruq. Bu kənardakı ilməkləri. Belə. İndi bu yüzden təzədən kənarı götürürəm. Bu ilməkləri yenə hamısını düz toxuyuram. Bunu da toxudum. İndi keçirik bu birisi düz ilməkləri düz toxuyuram. Əsas bu hissəni toxumaqdır. Bu hissəni toxuyandan sonra cibi asan toxumaq olur. İndi burada yenə də tərsləri düz toxuyuram, düzləri tərs. Bu sıranı axıra qədər belə tərs toxuyuram. Bu cibin bu ağız hissəsini belə toxudum. Bir-iki sıra toxudum buradan ki, buradan yığmaq olsun. İndi buradakı ilməkləri milə yığıram. Buradan.
Burada hansı ilməkləri ki götürmüşdük. Bu ilməkləri belə götürürəm milə. Buradan cibinin ağız hissəsini toxumaq üçün bu ilməkləri yığıram bura. Axıra qədər formada. Belə. İndi bu sapı bura cibin ağzından kurçokla keçirdirəm ki buradan. Buradan belə bağlayıram. Sonra başlayıram bunu toxumağa. Bu hissəni də istəsəz tərs düz toxuyarsınız. İstəsəz də buranı necə toxumuşuqsa rezinka hissəsini. Bu formada da toxuyuruq. İndi buradan mən bir tərs bir düz toxuyacağım bunu. Burada birinci sıramı toxumaq biraz çətin olur, sonra asan olur. Burada ilməklər sıx olur deyə biraz çətin olur. Cibin ağız hissəsində nə qədər istəyirsiniz enin. O qədər də toxuyun. Bir 5 cəriyə, 6 cəriyə toxusa bəs eləyir. Lap çox olanda da yaxşı görünmür. Belə. Buracan toxudum. İndi tərs üzdən İndi yenə buradakı kimi mən indi rezinka hissəsini necə toxumuşamsa o formada da toxuyacağım. Tərsləri düz toxuyuram, düzləri tərs. Belə. Aşağısını necə toxumuşamsa buranı da elə toxuyuram. İkinci sıradan artıq asan olur toxumaq. Əsas mili götür oradan yığmaqdır. Yığandan sonra da asan olur. Hər iki üzdən indi yenə tərsləri düz, düzləri də tərs toxuyuram. 2 sıra toxudum, bu 3-cü sıradır.
Kənarı da yenə tərs toxudum. Bu asan toxumaq istəyirsinizsə, maneçilik eləməsə, bunu ipə keçirdə bilərsiniz. İpə keçirdib bu hissəsini toxuyursunuz, sonra o hissəni başlayırsınız toxumağa. 4 sıra toxumuşam, indi 2 sıra da toxuyacağım. Bu 5-ci sıradır. Altıncı sıranı da toxuyuram. Bəs eləyir. 6 sıra bəsdir. Altı sıra toxudum. 6 sıra məncə bəs eləyir buradan. İndi burada kəsim eləyirəm. Yəni cibin ağzını kəsirəm belə. Axıra qədər bu ilmələri kəsirəm. Sonra da cibin arxa tərəfini toxuyacağım. İçəri üzün. Bu cibin ağzı hissəsidir. Belə bu formada. İndi buradan bu sapı kəsirəm. Bunu çıxartdım buradan. İndi buradan bunu sapı keçirdirəm iynəyə. İndi bu sapı iynəyə keçirtdim belə. Bunun cibin burasını buranın düz tuturuq. Buradan. Sonra bu cibi tikirəm bura. Bu yan hissəsindən buradan. Bura tikirəm cibi. Bu toxuduğum yeri tikirəm. Belə. Arxa hissədən də belə birləşdirirəm. Formada. İndi bu tərəfini də tikirəm. Buradan çıxardıram ipi.
Bu yan hissəsini buradan birləşdirirəm. Belə formada bu cibin ağız hissəsidir. İndi bu tərəfdən yığırım elə buradakı ilməkləri. Bunları da bayaqki kimi, bayaq necə yığdımsa o qədər buradan keçirdirəm bir-bir. Bu tərəfdən yığsam daha yaxşı olur təəssüzümlə. Buradan da bir mildə götürürük. Bununla bunları keçirdirəm bir-bir. Formada hamısını keçirdirəm bura. İndi buradan ipi yenə keçirdib, buradan bağlayıram. İndi bu hissəni da rezinka toxumuram. Hamısını tərs toxuyuram. Bu hissədən. Bu cibin arxa tərəfidir. On 18 ilmək kəsmişdim. Milə də 18 ilmək yığdım. İndi içəri üzün toxuyuram mildə. Formada. Bura cibin arxa tərəfi olacaq. Dal tərəfi. Belə. İndi bunu axıra qədər toxuyuram. Bu hissəni biraz toxudum. Bunu bura qədər toxumaq lazımdır. Bu rezinkaya qədər. Buradan. Sonra da yanlarını tikirik. Belə quruq tikirik bu yanların. Bu da cibin ağzıdır. Formada. Buradan da cib içəridə olacaq. Üstdən qoymamışam cibi içəridə. Bunu toxuyandan sonra istəsəz belə bir uşaqlar üçün olanı. Belə bir şey də qoya bilərsiniz burasına, cibin ağzına. Ya da belə formada bir şey qoymaq olar cibin ağzına, bəzək üçün. Sağ olun. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın.